Beyləqan rayon icra hakimiyyətinin başçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib. Qaynar.infonun xəbərinə görə Beyləqan rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib. Bayram tədbirində Əziz Əzizov səhnələrə çoxsaylı bayram süfrələrinin ətrafında qədim elalat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yan-yana xoruz döyüşünü izləmələri olub. Əlavə edək ki, bundan öncə Beyləqan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı xəbər yaymışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri icra hakimiyyəti tərəfindən təkzib olunmuşdu. Paylaşılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin olunmasını bir daha təsdiq edir. Rusiyanın əməkdar artisti, aktor və aparıcı Aleksey Veselkin 63 yaşında vəfat edib. News 24 Astas istinadən məlumat verir ki, Veselkin uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyib. Əlavə edək ki, Veselkin məşhur 16-ya qədər və sonra Dağların Şahı və Uşaq Saatı verilişlərinin aparıcısı olub.